Salam. Bugünkü mövzumuz olacaqdır 6.4 8-ci sinif 2-ci hissədən insanın cinsiyyət sistemi. Baxırıq, burada qeyd olunub ki, bildiyiniz kimi insan da cinsiyyətli yolla çoxalır, öz nəsillərini davam elətdirir. Bunun üçün isə qadınlarda yumurta hüceyrə, kişi orqanizmində isə spermatozoid adlanan qametlər yaranır və bu qametlərin birləşməsi prosesində ziqot əmələ gəlir ki, bu da insan orqanizmin formalaşması üçün yeni mərhələlərin həyata keçməsinə səbəb olur. Qadın və kişi cinsiyyət hüceyrələri hansı orqanlarda formalaşır? Bildiyiniz kimi, qadın cinsiyyət hüceyrələri yumurtalıqlarda, kişi cinsiyyət hüceyrələri isə toxumluqlarda formalaşır. Cinsiyyət hüceyrələri digər bədən hüceyrələrindən nə ilə fərqlənir? Bildiyiniz kimi, bədən hüceyrələrin xromosom dəsti insan orqanizmində 46 ədəddir. Qametlərdə isə istər spermatozoid olsun, istərsə də yumurta hüceyrə yarı dəsti, yəni 23 ədəd xromosom mövcud olur. Cinsiyyət hüceyrələrin birləşməsi qeyd elədik ki, yeni orqanizmin yaranmasına səbəb olur. Burada həm ata və həm də ananın əlamətlərini gələcək nəslə ötürən qametlər dedik ki, mövcud olur ki, yalnız onu da qeyd eləyək ki, yeni yaranan nəsil tamamilə valideyn əlamətlərinin heç də həmişə oxşarı olmur. Baxırıq fəaliyyətə, qadın və kişi orqanizmdə fərqlərin müəyyənləşdirilməsi, xüsusiyyətlər kişi və qadın orqanizmləri qeyd olunubdur. Cinsiyyət vəzləri kişi orqanizmdə bildiyiniz kimi toxumluqlar, qadın orqanizmdə yumurtalıqlar, bura yumurtalıqlar qeyd olunmalıdır. Deməli, cinsiyyət hüceyrələrinə gəlincən, cinsiyyət hüceyrələri spermatozoidlər kişi orqanizmində, qadın orqanizmində isə yumurta hüceyrə hesab olunur. Hormonlara gəlincən, kişi orqanizmində testosteron, qadın orqanizmində estrogen hormonu hazırlanır. Çiyinlərin ölçülərinə gəlincən, kişilərdə geniş, qadınlarda bu dar olur. Çanağın ölçülərinə gəlincən, kişilərdə ensiz, qadınlarda geniş olur. Əzələ kütləsinə gəlincən, kişi orqanizmdə əzələ kütləsi çox, qadın orqanizmində isə az olur. Dəraltı pi toxumasına gəlincən, bu kişi orqanizmində az, qadın orqanizmində isə çox olur. Müzakirə edin. Niyə görə qadın orqanizminin çanaq hissəsi daha enli olur? Bu xüsusiyyətin funksional əlamətini, əhəmiyyətini izah edin. Bildiyiniz kimi, deməli, uşağın yetişib formalaşması tam başa çatdıqdan sonra doğum prosesi baş verir ki, doğum prosesinin normal həyata keçməsi üçün çanağın kifayət qədər geniş olması lazım gəlir ki, bu proses asanlıqla həyata keçirilə bilsin. İkinci soruşulur, daha hansı xüsusiyyətlərinə görə kişi və qadın orqanizmi bir-birindən fərqlənir? Bildiyiniz kimi, həm morfoloji xüsusiyyətlərinə görə, həm səsin intensivliyinə görə, bundan başqa morfoloji xüsusiyyətlər, yəni bildiyiniz kimi, xarici görünüş xüsusiyyətlərinə görə də kişi və qadın orqanizmi bir-birindən fərqlənmiş olur. Kişi cinsiyyət sisteminə gəlincən, bura aiddir toxumluqlar. Toxumluqlar xaricdə yerləşir, cüt orqan hesab olunur, həm də dəri pərdənin içərisində yerləşir, onlar xayalıqlar adlanır. Sonra toxum çıxarıcı kanal, bax bu gördüyünüz kanal toxum çıxarıcı kanaldır. Toxumluqda əmələ gələn spermatozoidlər, bax bu toxum çıxarıcı boru vasitəsilə toxum kisələrinə toplanır. Bax toxum kisəcikləri bunlardır. Sonra isə buradan prostat vəziyə keçir. Prostat vəzinin deməli mayesi ilə qarışanda artıq o sperma adlanır. 1 kub santimetrdə spermin miqdarı 20 milyondan 60 milyona qədər olur. Oradan isə xarici cinsiyyət orqanlarına ötürülmüş olur. Spermatozoidlər deməli qeyd elədik ki, toxum kisələrindən çıxaraq prostat vəzinin mayesi ilə qarışdıqdan sonra spermi adlanır. Miqdarı haqqında məlumat verdim. Keçək qadın cinsiyyət sisteminə. Qadın cinsiyyət sistemində də cinsiyyət vəzləri yumurtalıqlar hesab olunur. Yumurtalıqlar cüt orqandır. Yumurta hüceyrənin əmələ gəlməsi, yetişməsi
Follikuldan çıxması ovulyasiya prosesi adlanır ki, bu proseslər yumurtalıqda baş verir. Sonra isə yumurta hüceyrə uşaqlıq borusuna ötürülür. Uşaqlıq borusunda yumurta hüceyrənin tam formalaşması və mayalanma prosesi həyata keçirilir. Mayalanmış yumurta hüceyrə zigot adlanır. Zigot çox hüceyrəli düşeymə başlanğıc verir və uşaqlıq borusunun başlıcaq xüsusiyyəti mayalanmış yumurta hüceyrəni və yaxud da ki, mayalanma baş verməyibsə, yumurta hüceyrəni uşaqlıq boşluğuna istiqamətləndirməyə xidmət edir. Uşaqlıqdan sonra isə bir qədər aşağıda uşaqlıq borusu və uşaqlıq boynu yerləşmiş olur. Mayalanma prosesi qeyd elədik ki, uşaqlıq borularında həyata keçirilmiş olur. Bundan sonra bətin daxili inkişafın növbəti mərhələləri həyata keçmiş olur. Soruşulur, düşün, müzakirə et, paylaşda. Mayalanma uşaqlıq borusunda baş verir. Bu prosesin digər cinsiyyət orqanlarında baş verməsi niyə mümkün deyil? Qeyd eləyək ki, ovulyasiya prosesi getdikdən sonra tam formalaşma yumurta hüceyrə üçün uşaqlıq borusunda olur. Yəni, mayalanma qabiliyyətinə malik olma məhz burada həyata keçir. Onu da qeyd eləyək ki, yumurta hüceyrələrin yaşam müddəti azdır. Cəmi 12-24 saat müddətində onlar öz sağlamlığını qoruyub saxlaya bilirlər. Cinsi yetişkənlik dövründə yumurtalıqda estrogen hormonu əmələ gəlir. Bunun sayəsində ikincili əlamətlər, süd vəzlərinin böyüməsi, dərinin qoltuq və qasıq nahiyəsində tüklərinin əmələ gəlməsi kimi, bundan yanaşı dəraltı piy toxumasının artması kimi əlamətlər baş verir. Təxminən 10-12 yaşlarından cinsi yetişkənlik devri başlayır ki, bu zaman hər ay təkrarlanan aybaşı adlanan menstruasiya sikli olur. Bu özü 3 mərhələdən ibarətdir. Deməli, bu mərhələlər adətən aybaşı fazası, aybaşdan sonraki faza və sarı cisim fazası hesab olunur. Sarı cisim fazasında yumurta hüceyrə ki, follikuldan çıxır, onun yerində sarı cisim progesteron adlanan hormonu ifraz etməyə başlayır. Bu hormonun təsirindən uşaqlığın selişi qırşası, biz ona endometrium da deyirik, qalınlaşır və mayalanmış yumurta hüceyrəni qəbul etməyə hazır olur. Əgər uşaqlıq borusunda mayalanma baş verməzsə, bu zaman yumurta hüceyrə uşaqlığa düşür və bu vaxtda uşaqlığın daxili selişi qırşası dağılaraq bədəndən xaric olunur ki, bu da menstruasiya və yaxud aybaşı hesab olunur. Yetkin qadın orqanizmində aybaşı sikli 20-30 gündən bir təkrarlanır. Əsasən bu 28 gün hesab olunur. 28 gündən bir normal ovulyasiya, yəni normal menstruasiya baş vermiş olur ki, cinsi yetişkənlik dövrü qadın orqanizmində 45-55 yaşlarına qədər davam edir ki, bundan sonra isə bu proses pozulur və bu menopauza hesab olunur. Baxırıq, burada şəkildə təsvir verilibdir. Uşaqlığın selişli qırşası gördüyünüz kimi bu deməli aybaşı siklinin 28 günlük sikli hesab olunur. Yəni qalınlaşmış vəziyyətdədir. Burada isə yumurtalıqlarda olan follikulalarda yumurta hüceyrənin follikulun tərkibində follikul formalaşması, yumurta hüceyrənin formalaşması prosesi həyata keçir. Bu aybaşı fazası hesab olunur. Aybaşı fazası 4-5 gün davam edir. Bax, buradan bura qədər olan müddət hesab olunur. Ondan sonra isə bir dəqiqə keçim yazıya. Deməli, bax, bu hissə aybaşı fazası hesab olunur. 4-5 gün davam edir. Bundan sonra deməli 9-10 gün davam edən aybaşdan sonraki faza hesab olunur ki, bu müddət ərzində follikul yetişir. 14-cü gündə isə follikul partlayaraq ovulyasiya prosesi həyata keçir və yumurta hüceyrə follikulu tərk etmiş olur. Bax, bu təsvirdə gördüyünüz kimi. Bundan sonra 14-cü gündə bu follikul ovulyasiyası nəticəsində yumurta hüceyrə uşaqlıq borularının qıfı tərəfindən tutularaq uşaqlıq borularına yönəldilmiş olur. Bax, bu şəkildə təsvirdə göründüyü kimi. Eyni ilə follikulun özündə isə yumurta hüceyrə xaricə çıxdıqdan sonra sarı cisim fazası başlamış olur ki,
Sarı cisim fazasının davam etmə müddəti təqribən 13-14 gün davam etmiş olur. Bu vaxtı sarı cisim folikulun daxilində progesteron adlanan hormon ifraz olunmağa başlayır ki, progesteron hormonu uşaqlığın daxili selişçi qırşasının endometriumun qalınlaşmasına səbəb olur ki, bu da mayalanmış yumurta hüceyrəni qəbul etmək üçün olan bir uyğunlaşma hesab olunur. Əgərləri yumurta hüceyrə gəlib uşaqlığa düşərsə, dediyimiz kimi aybaşı diskili təzədən təkrarlanmış olur. Bu zaman sarı cisim hormonu öz fəaliyyətini dayandırır və hormon qana soğurulmuş olur. Baxırıq burada şəkildə birinci uşaqlığın selişi qırşasının dağılması, yəni aybaşı fazası hesab olunur. Qeyd elədik ki, 4-5 gün davam eləyir. 4-5 gün bu proses davam eləyir. Sonra isə uşaqlığın selişli qırşasının bərpa olunması, yəni aybaşdan sonraki faza, bax bu gördüyünüz faza hesab olunur ki, bu isə təqribən 9-10 gün davam edir. 9-10 gün davam eləyir. 14-cü gün dedik ki, ovulyasiya prosesi baş verir. Ovulyasiya prosesi baş verdikdən sonra, bax bu gördüyünüz ovulyasiyadır. Yumurta hüceyrə folikuldan çıxaraq uşaqlığın qıfı tərəfindən tutulur, uşaqlıq borusuna yönəldilmiş olur və bu folikulun yerində isə sarı cisim hormonu ifraz olunmağa, yəni progesteron hormonu ifraz olunmağa başlayır ki, bu isə sarı cisim fazası hesab olunur. Bunun isə müddəti, yəni 13 sarı cisim fazasının isə bircə dəqiqə sarı cisim fazasının müddəti isə 13-14 gün çəkmiş olur. Qeyd eləyək bura 13-14 gün. 14 gün də bu proses sarı cisim fazası davam etmiş olur. Qalanlarını isə növbəti dərsimizdə. Sağ olun, bu qədərlə.